Bir neçə gün əvvəl jurnalist Rasim Əliyevin futbolçu Cavid Hüseynovla aralarındakı insident zəminində döyülərək öldürülməsi ilə bağlı məsələni ölkə başçısı Prezident İlham Əliyevin nəzarətə götürməsindən sonra hadisənin araşdırılması ilə bağlı artıq nəticə var. Futbolçu ilə birlikdə 6 nəfər həbs edilib. Amma görünür bu xəbərlər hər şeyi siyasiləşdirən bəzi beynəlxalq təşkilatların ünvanına çatmayıb. Hər halda ölkə başçısının məsələyə reaksiyası artıq bu qurumlara mesaj olmalıydı. Əməkdaşımız Aytən Abdulova bu barədə hadisəni törədənlərin həbsi ilə bağlı son xəbərlərin ardınca danışacaq. Digər nəfərlər zərbə endirdi. Jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən futbolçu Cavid Hüseynov həbs edildi. Bugün Səbail rayon məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Qəbələ Futbol Klubunun sabiq kapitanı Cavid Hüseynov haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Futbolçu Cinayət Məcəlləsinin 307.1, 307.2 cinayəti bilib gizlətmə maddələri ilə ittiham olunur. Caviddən başqa futbolçunun bibisi oğlu da daxil olmaqla daha 5 nəfər də həbs edilib. Onlar Cinayət Məcəlləsinin 126.3, yəni qəsdən sağlamlığa ağır zərər vurma, zərər çəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə ittiham edilirlər. Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Prokurorluğunun yaydığı birgə məlumatda deyilir ki, istintaq zamanı Rasim Əliyevə məxsus mobil telefonu cinayətin iştirakçısı Arif Əliyev sındıraraq yaşadığı Bakıxanov qəsəbəsində yerləşən şadlıq saraylarından birinin yaxınlığındakı zibilliyə atıb. Həmin telefon maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib. Hadisədən istifadə edən Avropa Şurası və Avropa İttifaqı məsələ ilə bağlı gözlənildiyi kimi dərhal bəyanatlar verib. Avropa İttifaqı Ali Nümayəndəsinin Xarici İşlər və Siyasət Ofisi jurnalistin ölümünə səbəb olanların məsuliyyətə cəlb edilməsini və cinayət işinin tam şəffaf araşdırılmasını tələb edir. Azərbaycan hakimiyyəti də öz növbəsində beynəlxalq qurumların bəyanatını cavabsız qoymayıb. Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Şurasının baş katibi Yaqlandın Rasim Əliyevin ölümü ilə bağlı mövqeyinə münasibət bildirərkən deyib ki, ölkə başçısı jurnalistin ölümündən ciddi narahatdır və bunu ölkədə söz, məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirir. Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hər tərəfli araşdırılması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib və məsələni şəxsi nəzarətinə götürüb. Cənab Prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaq. Lakin cənab Yaqlandın açıqlamasından görünür ki, o baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyil. Xarici İşlər Naziri isə bəyan edir ki, Avropa Şurası jurnalistin ölümünü siyasiləşdirir. Nazirliyin açıqlamasında deyilir ki, Avropa Şurası və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onun ölümü ilə əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq.